Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında sərbəst güləş üzrə komanda hesabında birinci yer tutan Azərbaycan millisi vətənə geri qayıdıb. Güləşçiləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının nümayəndələri, ailə üzvləri, yaxınları və media mənsubları qarşılayıb. Təmsilçilərimiz 9 medal qazanıblar. Əldə olunan medallardan birinin əyarı qızıl, 4-ü gümüş, 4-ü isə bürünçdür. Спасибо большое всем за то, что пришли сюда встретить нас. Спасибо за то, что болели. Я очень рад, что смог порадовать, выиграть золото. Спасибо большое Федерации борьбы Азербайджана за все условия, которые предоставляют. Они бывают самыми лучшими, самые высшего класса условия. Спасибо большое тренерам нашим во главе с Хайтагом Руслановичем Газюмовым и Джабраилом Гасановым. Спасибо большое всем. 169 xal toplayan millimiz Türkiyə və Ukraynanı arxada qoyub. Bu, Azərbaycan sərbəst güləşçilərinin ardıcıl 4-cü çempionluğu olub. Banu Çiçək Hüseynli, Müqabil Bəbirxanov, Səs TV.